Hər kəsə salam. Bu günləri 5 oktyabr OTK tərəfindən keçirilən buraxılış sınağına baxacağıq. İlk öncə demək istəyirəm ki, bizim əyani və onlayn dərslərimiz artıq başlayıbdır. Ya 051 311 21 28 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və ya bizim Instagram səhifəmizə keçid edib oradakı məlumatları əldə edə bilərsiniz. İlk testdən başlayırıq. The novel The Three Musketeers. Bu bizdə agreementdir. Çünki bizdə ya təkdə, ya da ki cəmdə feil olmalıdır. Remained popular since its publication in 1844. Bizdə burada nədən söhbət gedir? Novelladan, hekayədən. Ona görə də təkdə olduğuna görə təbii ki də was, has, is olmalıdır. Buradan were, are, have, will niyə çıxırıq? Will cümlə düzgün olsaydı struktura ilə təbii ki də qoya bilərdik. Lakin struktur doğru deyil deyə has'ə müraciət edəcəyik və doğru cavabımız has olacaq. Lakin burada the novels olsaydı təbii ki də ya were, ya are, ya da have ola bilərdi. İndi yenə də qrammatik baxımdan orada fikir verməliydik ona. Daha sonra make up sentence, yəni ki cümlə düzəltmək. Burada cümlə düzəltmək üçün həm söz balansı olmalıdır, həm də ki qrammatik qaydanı yaxşı bilmək lazımdır. The film which made Leonardo DiCaprio famous was filmed in 1998. Bu biraz mürəkkəb bir cümlədir təbii ki də. Yəni burada həm was filmed var, yəni ki participle to, which made var, yəni complete the sentence. Amma yenə də söz basası köməyi ilə bu situasiyadan çıxmaq mümkün ola bilərdi. At my new job, I don't earn much, but the conditions are better. Burada earn-dən sonra biz görürük ki, isim yoxdur. A few, many, a lot of, few dərhal gedir. Niyə? Çünki onlardan sonra yalnız və yalnız isim olmalıdır. Biz nə demişik? Biz demişik ki, əsasən a lot ifadəsi görürüksə, o feillə istifadə olunur. Lakin bu halda biz much da istifadə edə bilərik. Məsələn, at my new job, I don't earn. Təxmin edək ki, burada money durubdur. Much money. Much həm sayıla bilməyənlə istifadə olunur, həm də ki isimsiz istifadə oluna bilər. Lakin money həqiqətən də olsaydı ya much ya da ki a lot of arasında qalacaqdıq. Hər ikisi doğru ola bilərdi. Daha sonra correct, yəni ki düzgününü istəyir. A pieces, biz bilirik ki edən sonra s olmaz. A pair of trousers tamamilə doğrudur. A number of police. A number of police ola bilərdi, lakin officers. Several useful advice. Several biz demişik ki yalnız sayıla bilən cəmdən istifadə olunur. Advice təkdir və sayıla bilmir. Information sayıla bilmir. Information center ya da information board olsaydı düzgün variant olardı ənə görə, lakin səhvdir. Düzgün cavabımız B. She can civil. Burada tərcüməyə getməliyik. Düzdür, hər bir cavabda glass sözü verilibdir. Lakin yenə də diqqətli olmaq lazımdır. She can civil. Yaxşı görə bilmir. She needs. Onun ehtiyacı var. Deməli, glass burada şüşə mənasında gəlir. Təbii ki də şüşə ona lazım deyil. A glass yenə də istifadə olunmaz. D glass istifadə olunmaz. Qalırıq glasses və a glasses arasında eynək mənasında. Glasses bizdə hər zaman cəmdədir. Cəmdə olan əyənlə istifadə olunmaz debəndi. Deməli, keçid edirik digər səhifəmizə. Bizə buradan yenidən agreement veribdir. Nə deyir? A large number of guests were invited to the party. Burada bəzilərini large çaşdıra bilər, lakin buna heç fikir verməyin. A number of ifadəsinə baxırıq. Biz nə demişik? A number of ifadəsində İsim cəm, həbər cəm olur. Burada nə görürük? İsim cəm, guests, were, həbər cəm. Tamamilə doğru bir ifadədir. Athletics consist of number of sports such as running and jumping. Athletics bizdə nə verir? Atletika. Bu bir sportdur. Və biz demişik ki, sport, fən, bəzi sözlər hansılar ki s ilə bitir, lakin onlar təkdədir. Orada bizim 6 punktluq bir cədvəlimiz var idi. Ora təbii ki də sport da aiddir, atletika və o özündən sonra consists
götürməli idi. Səhv variantdır. One of the world's largest exporters of fresh flower is the Netherlands. Biz burada one of the görürük. One of the ifadəsi one of, most of özlərindən sonra isim cəm, lakin xəbər tək ifadə götürür. Bu da tamamilə doğrudur. The population of the United States are over 3,000 million people. The population. Population bizdə təkdədir. O səbəbdən are yox da is olmalıydı. Ona görə dördüncü varianta gedirik. 1-3 doğru variant. Yəni ki, A bəndi. Compound noun. Compound noun nə deməkdir? Yəni ki, mürəkkəb isim. Mürəkkəb isim biz Azərbaycan dilindən və ingilis dilindən də necə bilirik? İki sözdən ibarətdir. Burada biz sufiksləri və sadə sözləri bilməliyik. Xud gedir, ment gedir. Burada qalırıq 1, 2, 3 variantın arasında. Bəziləri düşünür ki, German, məsələn, Englishman biz nə deyirik? Təbii ki də bu bizdə compound noundur. Niyə? Çünki English ayrıca istifadə olunur. English. Və mən sözü ayrıca istifadə olunur. O səbəbdən bu bizim compound noun şərtimizi ödür. Lakin German sözü elə deyil. German sözü ayrıca istifadə oluna bilmədiyinə görə, bir söz kimi ayrıca olduğuna görə onu götürmürük mürəkkəb kimi və bizim shipbuilding, ship və building, states və mən ifadəmiz qalır. 2-3 doğru variant Y bəndi. Daha sonra yenidən correct variant istəyir. A carton of milk. A carton, bəzilər carton yerində çaşıbdır ki, lakin siz cartonu bottle-la əvəz edib tamamilə doğru olduğunu görə bilərdiniz. Several glasses of juice. Several bizə several veribdir və several'ın qaydası nədir? Üstə gəl isim, cəm və sayıla bilən. Lakin bizə bura sayıla bilən isim verdiyinə baxmayaraq ES-i əlavə etməyiblər. İkinci səhvdir. 2 pieces of cheese. 2 pieces of cheese tamamilə doğru ifadədir. 2 bizdə 2 deməkdir. 2-dən sonra cəmdə ifadəni veribdir. Doğrudur. A lot of bag of rice. Səhv ifadədir. Niyə? A lot nə demişik? A lot özündən sonra ya sayıla bilməyən tək ya da ki sayıla bilən cəm istəyir. Lakin burada sayıla bilən tək veribdir. S-i əlavə etməyiblər. O səbəbdən dördüncü də getdi. 1-3 C bəndi doğru variant. Daha sonra possessive case. The queen's arrival was delayed for an hour. Deməli, burada tərcüməyə və təbii ki də qrammatikanın bilməsinə əsaslanırıq. The queen's arrival. Prinsesin nəyi, daha doğrusu kraliçanın nəyi? Çatması. Yəni burada bizdə yelik halıdır. Və yelik halı bu bütün şərtləri ödür. 1. Diana has cooked. Özündən sonra feil gəlibdir və apostrofes has mənasında olur. Lakin özündən sonra feil gəldiyinə baxmayaraq apostrofes ismin apostrofesi kimi qaldığı yerlərdə olur. Lakin burada hələ onu görməmişik. Kate has gone to France but she will be back soon. Kate has ifadə olunur qana görə. O səbəbdən 3-də getdi. Tomorrow's lecture. Biz nə demişik? Tomorrow, yesterday, daha sonra today və s. Onlardan sonra onlar təki ifadə edirlər deyə apostrofes hər zaman olur və 4 doğru variantdır. 1-4. Keçid edirik 65-ci testdə. While I was walking in park, I saw rare bird. Deməli, buradan başlayaq ikinci hissədən. I saw rare bird. Rare bizdə deməli adjektivdir və təkdə olan ismin qabağında durubdur. O səbəbdən ifadəsini qoya bilərik. Lakin Z arasında da qala bilərik. Biz görürük ki, when I was walking in park. Was var burada. Was nədir? Keçmişi ifadə edir. Biz deyirik ki, biz keçmişdən danışırıqsa, deməkdir ki, bizə hər hansı məlumat aydındır. Yəni ki, bunu yenidən danışmaq ehtiyacı yoxdur. O zaman in the park olacaq. Yəni ki, biz onu etmişik, biz bilirik hansı parkdan söhbət gedir, identifieddir bizim üçün. O səbəbdən Z-ni istifadə edirik. Lakin, I saw a rare bird. Təbii ki də Z ifadəsi olsaydı,
doğru olardı. Lakin olmadığına görə biz D variantında rahatlıqla götürə bilirik. Çünki biz burada rare bird görürük. Rare adjective özündən sonra bird təkdə isim götürübdür. O səbəbdən N-i də rahatlıqla istifadə edə bilərik. Doğru variant D bəndi. Saxophone is difficult instrument to play. İlk növbədə baxırıq bura. Biz necə dedik rare bird-də? Adjective görürük, özündən sonra sayıla bilən isim, o səbəbdən E bəndi ola bilər. Lakin saksofon olacaqmı, olmayacaqmı? İlk növbədə uyğun olmayan bəndləri götürək. Burada E yoxdur, burada E yoxdur. Qalırıq B və Y arasında. Saksofon bir alətdir. Alət olduğuna görə təbii ki də E istifadə bilərik. Məsələn, biz necə deyirik? Təbii ki də müəyyən olsa, müəyyən olunan bir şey haqqında Z ilə danışa bilərik. Lakin biz deyə bilərik ki, a piano is a difficult instrument to play və a guitar is a difficult instrument to play. Təbii ki də biz demişik ki, biz alətlərin qabağında Z qoyuruq. Lakin o alət, burada o yoxdur deyə N-i də rahatlıqla qoya bilərik. Daha sonra, choose the nouns in the plural. Plural cəmdə stress gedir. Closest doğrudur. Lakin close ifadəsi olsaydı S-siz tamamilə səhv olacaqdı. Seals women. Women sözünü gördükdə, yəni ki, I-la yox, E ilə bitdikdə cəmi ifadədir. O da tamamilə doğrudur. Goods, bizim bir qaydamız var idi ki, goods, cattle və s. Yəni əzbərlənəsi sözlərdən biri də goodsdur ki, hər zaman cəmdədir və politics. Lakin bu S-lə bitib cəmdədirmi? Təbii ki də xeyr. Çünki yadınızda mən burada bir ifadə işlətmişdim ki, baxmayaraq ki, bəzi sözlər S ilə yazılıbdır, onlar yenə də təki ifadə edir. İndi burada onu tapa bilmirəm, təəssüf ki. Lakin o ifadəni mən istifadə etmişəm bugün və səhv etmirəmsə athletics-də. Bəli, athletics, daha sonra politics. Onlar bu bölmələrə aiddir. Yəni ki, S ilə bitir, lakin cəmi ifadə etmir. O səbəbdən 2, 4, 5 B bəndi tamamilə doğru. Daha sonra there are a few paintings in the museum that I haven't seen. Can we stay a little longer? A lot gedir, much gedir, a little gedir. Few və a few arasında qalırıq və few arasında qalanda hər zaman tərcüməyə keçməliyik. Deməli, there are a few paintings in the museum that I haven't seen. Biraz qalıbdır. Biraz nə mənadır? Yəni ki, baxmaq üçün yenə də gedib orada qalmalıyıq. Orada vaxt keçirməliyik. Yəni ki, B bəndi məntiqi və tərcüməli olaraq daha doğrudur. Nəinki few. Çünki few bir miqdarı ifadə edir. Yəni ki, bir dənə, iki dənə çox az mənasında istifadə olunur. Lakin a few demək olar ki, many-yə sinonim kimi gedir. Niyə? Çünki çox da yox, lakin bir miqdarı ifadə edir. Daha sonra close meaning. Close meaningdə burada sadəcə sözləri bilmək lazım idi. Shy, rude, safety, gloomy, joyful, safety, fear, proud, safety, resolute, cowardly, safety və still sözünü biz bilirik ki, still sakit mənasında istifadə oluna bilər və təbii ki də quiet-in elə əsas tərcüməsi sakitdir. Yəni burada sadəcə sözləri bilmək lazım idi. Daha sonra compound. Countryside doğrudur, lakin relationship görürük. Mən nə demişdim orada compound nounu işləyəndə? Demişdim ki, siz ya sufiksləyə bilməlisiniz, ya da ki, simple sözləyə bilməlisiniz ki, aralarından compoundları ayırt edə bilərsiniz. Və ya bütün sözlərin mənasını, yəni ki, bilməlisiniz ki, həm country sözü var, həm side sözü var. O səbəbdən bu compound kimi istifadə oluna bilər. Lakin relation sözü var, ship sözü o mənada istifadə olunmadığına görə, yəni ki, yenə də axır əvvəl söhbət gəlir, deməli, sufiksləri bilməyə. Baxın, burada biz nə demişik? Relationship. Təbii ki də relation sözü də ayrı-ayrılıqda var, ship sözü də ayrılıqda var. Lakin biz demişik ki, battleship sözü də var, lakin bu compounddur. Yəni, bəzi sözlərdə ship compoundluğunu göstərir. O səbəbdən nəyin sufiks, nəyin sadə söz olduğunu siz əzbərləməlisiniz. Dom
suffiksdir. Ambassador or heir suffiksdir. Mother-in-law, battleship burada da görə bilərsiniz. Məsələn, ship və battle bunlar təbii ki də compound kimi istifadə olunur və passer-by compound kimi istifadə olunur. Ment getdi və cavabımız D-bəndi. Daha sonra keçid edirik yenə sözlərə. Biz demişik ki, sözlərin mənasını bilməlisiniz. Ondan əvvəlki testdə demişdim sinonimlərdə, close meaninglərdə, yaxın mənalı sözlərdə. Yəni mənanı bilməsəz tapmaq çətindir. Identity. Identity, a person's name and other facts about him. C-bəndi. Adulthood, yəni böyük olduğumuz period. The state of period of being fully grown. A-bəndi və axırda da B-bəndi qalır. Yəni ki, siz orada olan 3 sözdən ikisini heç olmasa bilirsinizsə, təbii ki də üçüncünün də yerini tapacaqsınız. Lakin birini və heç bilmirsinizsə, bu sizə böyük bir çətinlik verəcək. Burada problem yaşaya bilərsiniz. Daha sonra keçid edirik mətnə. Mətn deməli, oxuduq, tanış olduq, lazım olan yerləri özümüz üçün qeyd etdik və keçid edirik suala. Why should book mobiles be adapted? Burada elə bir cümlə var idi. Deməli, In the 21st century, mobile libraries are still in use. Some consider this form of transport out of date due to high prices, impractical and inefficiency. O səbəbdən burada bəzi variantlar arasında qalsaq da D-bəndini götürük. Niyə? Çünki nə deyir? Why should book mobiles be adapted? O niyə available olmalı digər insanlar üçün? Because their collections must meet the reader's needs. Yəni ki, oxuyanın istəklərini nəzərə almalıdır. Oxuyanın bütün təməlini qoymalıdır. Because they help to reduce transport costs. Əksinə bizdə burada mətndə deyir ki, due to high prices və transport costlarının azalması haqqında danışmır. Because they no longer exist in 21st century. Təbii ki də səhv bir cümlədir. Çünki orada deyir ki, USA hələ də various halları var onun istifadə olunmasının. Because they have to follow special government rules. Bu haqda cümlədə heç bir şey deyilməmişdir. Because they are only used in schools and hospitals. Bu da tamamilə doğrudur. Təbii ki də they are used in schools and hospitals ifadəsi var. Lakin nursing homes, prisons kimi ifadələr də burada var. The passenger is mainly about. Deməli, mobile libraries in 19th and 20th century. O haqda bizdə cəmi bir cümlə var. Təbii ki də ona görə də səhvdir. The history of development. The history and the development. Burada history haqqındadır. Daha sonra bura daxil. Buralar daxil. Daha sonra burada development haqqında danışır. O səbəbdən təbii ki də B bəndi olacaq. Digər variantlara görə özünüzü yormaya da bilərsiniz. Daha sonra, which statements are true according to the topic? Yəqin ki, görürsünüz, mən burada hər zaman true və ya false olduğunu göstərirəm. Yəni, buna diqqət edin, çünki həqiqətən də bu cür qırmızı ilə, qara ilə və s. və ilaxır göstərəndə diqqətiniz orada qalır və bilirsiniz ki, hansı düzdür, hansı səhv. The first mobile libraries were seen in England. Mən sizə deyim ki, bu haqda tamamilə açıq bir cümlə yoxdur ki, İngiltərədə olubdur ilk dəfə. Lakin bizdə bir cümlə var. 19th century in England and the early 20th century. Yalnız bu cümləyə əsaslanaraq biz deyə bilərik ki, birinci doğrudur. Çünki digər variantlarda görəsiniz ki, 2 ilə 4 də doğru deyil. O səbəbdən yalnız 1 qalır və biri məntiqi olaraq 20-ci əsrdən qabaqda 19-cu əsr. Yəni ki, ştatlardan qabaq England olubdu, İngiltərə. O səbəbdən birincini götürə bilirik. Currently, mobile libraries are rarely used in USA. O cümlə burada varmı? To meet the growing demand for greener book mobiles, some companies have improvements reduced digital promotes. Digital book mobile promotes e-book lending programs in libraries and schools over time. Mobile libraries o haqda bizə heç nə deməyibdi. Əksinə onun inkişaf etdiyini və
burada promote görə bilərsiniz. Və greener bookmobiles, growing demand. Yəni ki, istək artır əksinə. O səbəbdən ikinci səhvdir. Mobile libraries meet the people's needs mostly in inaccessible places. Bu doğrudur. O haqda cümlə var idi. The resources of mobile libraries consist of only book. O cümlə burada var, lakin orada consist of only books ifadəsi yoxdur. These bookmobiles also contain music, record and movies. Yəni ki, yalnız kitablardan ibarət deyil. O səbəbdən 1-3 doğru variantdır. To make bookmobiles more modern and eco-friendly. O cümlə buralardaydı. Yəni ki, siz hansı oxuduqdan sonra hansı cümlənin təxminən hansı abzasda, harda o yerləşdiyini xatırlamalısınız ki, suallara doğru düzgün cavab verə biləsiniz. Companies started using solar panel instead of generators. Tamamilə doğrudur. Burada o haqda var. Such as replacing generators with solar panels. Bir doğrudur. They began to use hot air balloons to carry books. Xeyr, bu keçmişdə olan bir şeydir. Delivering. Ona görə də bunun aidiyyəti yoxdur eco-friendly olmasına. Digital bookmobile promoted e-book lending programs. Bu da doğrudur. Digital bookmobile promotes. Elə promote kimi veribdir. Heç bir söz dəyişməyibdir. Sizi çaşdırmaq üçün e-book lending programs in libraries. Bu da tamamilə doğrudur. Bookmobiles were filled with music and movies. İndi bəli. Burada elə bir cümlə var. Lakin siz deyə bilərsiniz ki, o cümlə varsa, niyə o testi götürmürük, o cavabı götürmürük? Daha doğrusu, sizdə burada nə istəyir? To make bookmobiles more modern and eco-friendly. Eco-friendly, yəni ki, təbiəti qoruyan mənasına gəlir. Və müzik və filmə baxmağını isə onun eco-friendly olmasına heç bir aidiyyəti yoxdur. O səbəbdən dördüncünü də götürmürük. Yəni, burada yalnız və yalnız tərcüməyə əsaslanırıq. O səbəbdən söz bazanın nə qədər də olsa yüksək olması çox vacibdir. Some companies decided to increase the number of vehicles. Bu da, yəni, bunun aidiyyəti yoxdur. Ona görə də 1-3, yəni dördüncü kimidir. Tərcümə etməlisiniz ki, onun eco-friendly olduğunu və ya olmadığını anlayasınız. Daha sonra keçid edirik açıq suallarımıza. What are libraries used for? Buna siz cavab verməlisiniz. Burada şagirdimiz yazıbdı cavabını. Daha sonra provider. Provider sözünə generator yazıbdı, lakin səhvdir. Burada olmalıydı distributor. Və bunu biz 3-cü paragrafdan tapa bilərik. Deməli, such as replacing traditional generators with solar panels, digital bookmobile promotes e-book lending programs in libraries and schools through Overdrive. The world's leading distributor. Leading distributor, yəni provider və distributor sinonim kimi istifadə olunur. Lakin generator bəzi mətnlərdə təbii ki də o da istifadə oluna bilər. Lakin burada mənası uyğun deyil provider'a. O səbəbdən distributor düzgün variant olacaq. In the early 20th century mobile libraries served. Burada mən gördüm ki, cümlədə biraz problem var. 19th century in England and the early 20th century in the United States, they served individual. Burada böyük T-dan başlayıbdı və burada nöqtə qoymuşlar. Təbii ki də burada nöqtə olmayacaq. They served individual homes and entire rural centers və burada in the 19th century olmalıdır. Neyse, bunu qoyuq bir qırağa. In 19th century in England and the early 20th century in the United States, they served individual homes and entire rural centers. Siz burada, deməli, served-ə qədər veriblər. Individual sözünü, home, entire, rural, center sözünü dəyişə bilərsiniz. Məsələn, home sözünü şagirdimiz house-a dəyişibdi. Entire ola dəyişibdi. Rural yazmışıq ki, remote dəyişə bilər. Centers isə centers. Center sözünü isə areas sözünə dəyişə bilərsiniz. Yəni ki, bir daha da söz bazası yüksək olması şərtdir.
Yəni yüksək olsa, bir çox sözün mənasını başa düşəcəksiniz. Yəni qrammatikasınız zəif olsa belə söz bazası ilə yoldan çıxa bilərsiniz. Və testləri o səviyyəyə çatdırıblar ki, söz bazası artıq çox vacibdir. Qrammatikanın sayını azaldırlar, açıq sualların sayını çoxaldırlar. Daha sonra, to have something inside or include. Paragraph 2 deyir bizə. Baxaq. Paragraph 2-nu təmizləyək ki, bizə rahat olsun. Aha, dərhal gözüm dəydi. These book mobiles also contain music records and movies that could be viewed in populated area. Contain sözü təbii ki də consist of, include something as a part və something, to have something inside sözünə sinonim kimi istifadə olunur, doğrudur. Daha sonra bizim listeningimiz gəlir. False istəyir, yəni yanlışı. She could play hockey and did well at school too. Bu doğrudur. Bu cür bir ifadəmiz var idi. Katie Swan became number 2 in the world at the age of 15. Bu cümlə var idi. Unlike other stars, Katie wasn't given a racket at an early age. Hətta bunun səbəbi də demişdi. Çünki hər kəs uşaq vaxtından başlamışdı. Lakin Katie 7 yaşından başlamışdı məktəbə getdikdən sonra. Katie went to a local school in the USA. Bu deyilmişdi ki, onlar köçüblər. Katie's parents believed that she would be a professional one day. Bu haqda bir cümlə yox idi. Deməli, orada necə demişdi? Demişdilər ki, Katie'nin koçu, yəni təlimçisi, müəllimi onunla razı idi və razılığını valideynlərinə deyirdi və valideynlər o razılığı eşitməkdən çox xoş olurdu onlara. Yəni ki, xoşlanırdılar bundan. Lakin they believed that she would be professional, yəni onun bir professional, bir atletik, bir deməli olimpiyatçı olduğunu təbii ki də believed ifadəsi istifadə olunmamışdı. O səbəbdən Y bəndidir. Yəni believed və məsələn believe inanmaqdır. Yəni sən bilirsən ki, bu baş verəcək və hope sözü olsaydı burada, loved sözü olsaydı, bu səhv cümlə olacaqdı. Çünki inanmaq nəyəsə və nəyisə istəmək tamamilə fərqli bir ifadəyə gəlib çıxır. How did Katie improve her ability? Buradan hətta tərcümə olmadan yazmaq olar. Tərcümə olmadan dərkən dinləməni eşitmədən yazmaq olar. Yalnız və yalnız tərcümənin köməyi ilə. She spent hours on outdoor game. Bizə burada nə deyir? O özünü inkişaf elətdirmək üçün nə etdi? Deməli, necə özünü inkişaf elətdirdi? She spent hours on outdoor games. Bu tamamilə doğrudur. Məntiqi olaraqdan sən özünü inkişaf elətdirmək istəyirsənsə, sən durmadan öz üzərində işləməlisən. Və bu deyir ki, saatlarını ona həşlədi. Düzdür. She wasted her time instead of playing. Təbii ki də sevdi, sən öz vaxtını lazımlı bir iş üçün yox da waste edirsənsə, yəni ki, oynamaq üçün sən hər hansısa uğrunda bir uğur gətirəcək bir an üçün istifadə etmirsənsə, təbii ki də səhv olacaq məntiqi olaraq və tərcümə olaraqdan. She practiced indoor games only. Only sözünə görə və indoor sözünə görə təbii ki də çıxırıq. Ən azından burada birincini götürmüşük və burada deyir ki, she spent hours on outdoor games. Təbii ki də indoor games də ola bilər, lakin only yox. Olmaya görə səhv gedir. She practiced outdoor games a lot və bu doğrudur çünki birinci cümlə ilə əlaqəsi var. Burada deyir ki, outdoor games-ə hours spent edib, burada isə deyir ki, a lot. 1-4 doğru variant. The passage is mainly about the second best tennis player in the world. The coach thoughts about Katie. Deməli, bunu test üçün bizə 80-ci test lazımdır. The second best tennis player in the world. Katie Swan became number 2 in the world at the age of 15. Bu tamamilə doğrudur. A bəndi. The coach thoughts about Katie. Mən burada Y bəndində dedim ki, Katie'nin təlimçisi onun haqqında danışırdı. Lakin o haqda cəmi bir cümlə var idi. Katie's success in playing hockey. Hockey ilə oynaya bilirdi. Lakin o mətndə tamamilə tenis haqqında danışırdıq. Signing up for tennis classes in Portugal. Bu haqda cəmi bir cümlə var idi. The young tennis stars. Burada stars sözünə görə götürmürük. Bunlar getdi. A bəndi doğrudur. Katie loves competing especially. Orada especially sözündən sonra yazılmışdı ki, when she wins. Udduqda.
When did Katie start playing tennis first? Burada mən düşünürəm ki, hər iki cavab olmalıdır və hər ikisinin cavabını uşaq verməlidir və hər ikisi doğru götürülməlidir. Çünki o nə vaxt başlamışdı? Bəziləri cavab verə bilər ki, at the age of. Bəziləri də deyə bilər ki, when she was on holiday. Yəni ki, hər ikisini də yaza bilərsiniz, bir-bir də yaza bilərsiniz və mənim fikrimcə bunların hər ikisi doğrudur. Yəni ki, uşaq birini yazıb, digərini yazmayıb, ikisini də yazıb və ya ikincini yazıb, birincini yazmayıbsa, yenə də doğru götürülməlidir. Yəni, yenə də vicdanların asılıdır. Deməli, buradan. Write one adjective from the passage that describes the world competitions. Competitions, international sözü orada deyilmişdi. O səbəbdən də bunu götürməliyik. Və adjective bilirik, nədir? Sifətdir. Bizdən buradan bir sifəti istəyir. One adjective.